Değerli şagirdler, abituriyentlər, izləyicilər, Səməd Vurğunun Vaqif dramının ikinci pərdəsi ilə tanış oluruq. İkinci pərdə üçüncü şəkildə başlayır. Belə məlum olur ki, Qağa Məmməd Şah Qacar gəlib sərhədə dirənibdir. Şuşanın ətrafındadır. İbrahim xan da yuxudan ayılıbdır və çox öz-özünə deyinir və deyinərkən bir ifadəni, cümləni diqqətinizə çatdırmaq istəyirəm. Bir yandan Türkiye, bir yandan İran, buradan da Rusya göndərir fərman. Pozmaq istəyirlər Cəlalımı, qalmamış düşünən mənim halımı. Elə bil İbrahim xan burada bir qarı kimi öz-özünə deyinir, qalmamış düşünən mənim halımı. Görəsən bunu İbrahim xanın nitqinə necə vermək olur? Bir xanı kimsə niyə düşünməlidir ki, xan özü dövlət idarə edir, xanlıq idarə edir, o öz dərdini özü çarə eləməlidir. İbrahim xan deməli əyanlara, ağaları, şeyxlər daxil olurlar. İbrahim xan indi məşvərət eləyir. İbrahim xan yuxusunu yozdurmaq istəyir. O da qan dənizi elə bir deyir ki, gördüm dəniz olub, buzudur düzü, elə bir dəniz ki, büsbütün qandır, onun dörd tərəfi qara dumandır. Bu dənizdə üzür qayıqlar, get-gedə sıxlaşır. Bu qayalıqlar elə bir sıxırlar məni dörd yandan. Bir qayıq yaxlaşdı birdən, zəncirli bir kəmənd atdılar mana. Həmin kəmənd keçdi düz boğazıma. Məni çəkə-çəkə apardılar, gördüm qayıqdadır o qaçaq Eldar. Şeyx, bəli o Dəladuz İbrahim, bəli lap özü hirsindən alışıb yanırdı gözü. O məni dənizə basıb dedi, xan, buyur doyunca iç tökdüyün qandan. Şeyx yaltaqlana, ha, qəm yeməyin adil hökümdar, sizə nə eləyəcək bir qaçaq Eldar? Yuxu dəhşətlidir, qorxusu yoxdur, dəniz aydınlıqdır, qan qovuşuqdur. Sonra Vaqif daxil olur, xana məktub uzadaraq, Qacara yazdığım cavabdır, alın, elçilər gözləyir, tez yola salın. İbrahim xan söhbət edir Vaqifdən, deyir ki, bəs vəziyyət qarışır zaman ruhuma dar gəlir bütün xaniman. İndi burada Vaqifin dilindən verilən sözlərə diqqətinizi cəlb edeyim. Bunu görəsən xana demək mümkündürmü? Çox dedim, sözümə baxmadınız siz. Dedim ki, zülümlər qalmaz əvəzsiz. Bu dünya boş deyil, öz qanunu var. Elin qüdrətinə loğa baxanlar əlbəttə basılar. İbrahim xan hiddətlə. Basılar, sən, xeyir söz çıxmır yenə dilindən. Elə bir müxalifət sarayın özündədir və xanın müxalifəti elə vəzirin özüdür. Vaqif şeyxə işarə ilə. Çünki sözlərimdə doğruluq vardır. Yalancı yaltaqlar və oğrulardır. Məsələn, burada görəsən şeyxə niyə? Yalancı, yaltaq və oğru dedi. Sizi yatırmasın ağır yuxular. Hücuma hazırdır Məhəmməd Qacar. İbrahim xan Vaqifin yazdığı cavabı oxuyaraq, çox gözəl, çox gözəl, hər sözün iti bir bıçaq Qacarın bağrını parçalayacaq. Mənim qeyrətimi çəkirsən demək. Məsələn, bu ifadə mənim qeyrətimi çəkirsən demək. Görəsən nə demək? Yəni, Vaqif Qacar Şuşa xanlığına hücum edib. Təhsil İbrahim xana hücum eləməyib ki, İbrahim xanın dilindən yazılmış ki, bir dövlətin, bir xanlığın adından məktub yazılıb, mənim qeyrətimi çəkirsən. Vaqif görəsən nə eləməli idi? Cavab məktubunda Qacarı mı tərifləməli idi? Vaqif, elimiz qoçaqdır, zülümdən əl çək. Bərəkallah. Xana bıcır xitab. Nə qədər əsər reallıqdan, gerçəklikdən uzaqdır. Bu romantizm də deyildi. Deyil ki, deyəsən ki, bəlkə nə cürsə haqq qazandırasan. Vaqif xana deyir, bir vəzir öz xanına deyir, elimiz qoçaqdır, zülümdən əl çək, hələ yaranmamış həyata əvəz. Məsələn, bu cümlə ki var, zülümdən əl çək, sonra hələ yaranmamış həyata əvəz. Bu söz burada Vaqifin nitqinə nə tərcəlir? Həyatın qədrini düşünün, barı. Həyatın qədrini düşünün, yoxsa həyatın qədrini bilin, barı. Dünya naz götürüb yaşada bilməz, onunla gizlampaç oynayanlar. Bu nə demək? Məsələn, burada 5 misrada misranın bircəciyi şahla xanla vəzirin dialoqunda vəzirə haqq qazandıran, vəzirin müdrik bir şəxs olduğunu göstərən heç bir söz çıxmır ağzından. Elimiz qoçaqdır, zülümdən əl çək. Bunu xana demək olar, zülümdən əl çək. Hələ yaranmamış həyata əvəz. Heç dəxli oldu, zülümdən əl çək, hələ yaranmamış həyata əvəz. Həyatın qədrini düşünün, barı.
Həyatın qədrini düşünün nədir? Həyatın qədrini bilin olar. Dünya naz götürüb yaşada bilməz onunla gizlanpaç oynayanları. Görəsən, dünyaya neyniyirlər ki, burada bu cümlələr gəldi, bura çıxdı. Şeyx kinayə ilə, bəli, dərs alacaq bizim böyük xan bunun həkimanə kəlamlarından. Özü də çox da həkimanə oldu. Yaxşısı budur ki, yaltaqlanma sən, ağıl ummayıram boş kötüklərdən. İbrahim xan, vəzir, bu sözləri qoyun bir yana, vəziyyət xarabdır, yol göstər bana. Bəli, xanın hüzurunda vəzirlə şeyx, xanlıqda iki nüfuzlu adam bir-biri ilə didişir. Xan da çarəsiz bunların didişməsinə qulaq asır. Sonra da mənə bir yol göstərir. Vaqif, elde can qoymadı ağır vergilər. Elə xanı danlamaqla məşğuldur vəzir. Elde can qoymadı ağır vergilər. Siz bu qanunlarla qalsanız əgər, doğma balanız da yad olacaqdır. Külünüz göylərə sovrulacaq. Bərəkallah. Bunu görəm demək üçün Səməd Vurğun hardan güc alıb ki, bir vəzir xana bu cür üsyan edir. Şeyx xana yaltaqlanaraq. Bəli də çox sevir sizi. Dağıdın, paylayın xəzinənizi. Bəlkə doyacaqdır acların gözü. Vaqif, daxili vəziyyət belədir düzü. Xalq razı qalmasa bir hökümdardan, hakimi qurt kimi didəcək zaman. İbrahim xan, yaxşı, vergiləri azaltsaq biraz, işlər düzələrmi? Vaqif, bundan karaşmaz. Məncə nə olsa da bu gündən belə vicdan azadlığı lazımdır elə. Həm buradan deyir ki, məncə deyir, nə olsa deyir, bu gündən belə deyir, daha heç bir şeyə xeyir yox. Bundan karaşmaz deyir, məncə nə olsa bu gündən belə. Amma təzdən ikinci növbəti cümləsində çarəni deyir. Vicdan azadlığı lazımdır elə. Bir məşhur adamın sözü olmasın, o vicdan azadlığı deyir, mən bilmirəm deyir nədir. İndi bu vicdan azadlığı deyəndə görəsən nəyi nəzərdə tutulmuş? İbrahim xan, o nədir? Vaqifin indi cavabına baxın. Kör kimi qalmasın insan, qalxsın cəhalətin qaranlığından. Açılsın hər yerdə məktəb, mədrəsə. Deməli, vicdan azadlığı məktəb açılmasıymış. Balaları quş kimi versin səs-səsə. Dağların döşündən yollar çəkilsin, yolun kənarında güllər əkilsin. Qarabağda yolun kənarında da güllər əkiləcəkdir. 200 il keçibdir, ondan 230 il keçibdir. Hələ də biz yolun kənarında güllər əkmirik. İndi şəhər yerində əkərlər güllər, çünki şəhərdə bina çoxdur, yaşıllıq azdır. Amma ümumiyyətlə yolun kənarında güllər əkilmir. Nəğmələr bəzəsin vətən mülkünü. Mən də qoca vaxtı görüm o günü. Aha, biz indi bax burada görürük ki, Vaqif qocadır. Şeyx, bundan sənə nə var? Vaqif, onu duymazsan, çıxar əmmaməni, sən keçəl qazsan. Bu cür danışıq, vəzir, şahın hüzurunda, deməli, dediyim kimi də Sovet ideologiyasına görə din xadimləri, xanlar, yuxarı təbəqə yaramazdılar və onları nə cür desən aşağılamaq, təhqir eləmək olar. Güya xanın hüzurunda vəzir xanlığın şeyxinə bu cür deyə bilər. Çıxar əmmaməni, sən keçəl qazsın. Şeyx, elm günah işdir, təmizdir İslam. Güya bir şeyx də belə düşünür ki, elm günah, İslam təmizdir. Görəsən, elm günah, İslam təmizdir nə deməkdir? Buyurmuş Peyğəmbər əleyhissalam. Peyğəmbər əleyhissalama da hələ burada şəhər atıblar ki, Peyğəmbərimiz güya deyir ki, elm günahdır, İslam təmizdir, Peyğəmbər əleyhissalam demişdir. Yəni, bu cür bir yazıcı oturub böyük tarixi şəxsiyyətlərə bu cür iftira ataraq danışmaq, özdə qəhrəmanın necə deyərlər, mənfi obrazın dilindən tarixi şəxsiyyətlərə ləkə atmaq, şər atmaq, böhtan atmaq və bu əsəri orta məktəbdə də keçmək. Şeyx, sən xalqın gözünü, Vaqif cavab verir, lal ol, ləkəlidir qəlbin niyyətin, tiryək satanısan bəşəriyyətin. Şeyx, sən xalqın gözünü açırsan bizə, o da baş əymir hər əmrimizə. Güya, artıq təzdən siyasi söhbətə keçdilər. İbrahim xan, şeyx doğru deyir, kör qalsın onlar, xalq ayılan zaman haqqını anlar. Yəni, bir xanın da öz cəmaatını bu cür kör hesab eləməsi gerçəkdən adamın ürəyini bulandırır ki, xanış, bütün adamlar deməli, xalqa yuxarıdan aşağı baxır.
və onun kör olmağını istəyir. Vaqif o kör dediyiniz hirslənən zaman çox bərk yapışacaq boğazınızdan. Güya bir vəzir də xanına bu cür deyə bilir. Birdən Vaqifin əlindəki əsaya baxaraq, vəzir əlindəki o əsa nədir? İndi burada da yenə daha başqa bir ideologiya, biz Rusların işğalı altındayıq, Ruslara yaltaqlanmaq başlayır Səməd Vurğun Vaqifin dili ilə. Ruslara yaltaqlanır. Vaqif Rusiya padşahı o zülmkardan Yekaterinadan bir hədiyyədir. İbrahim xan, aha, desən hara, Rusiya hara, yoxsa satılmısan o kafirlara? Güya İbrahim xan Vaqifin Rusiya ilə danışıqlara getdiyindən xəbərsizdir. Tarixdə bu fakt var. Vaqif Tiflisə gedir. Orada Rus nümayəndə heyətindən görüşür. Güya bunlardan İbrahim xanın xəbəri yox imiş. Vaqif əsanı göstərərək, buna şəkil verən bir sənətkardır, mənim sənətkara hörmətim vardır. Bax o, birdən-birə verilən cavaba bax. Yəni o kafirlərə satılmısan, yox, mən bu bir sənətkar işi deyə bunu əlimdə saxlamışam. Mən hədiyyə verəndən xoşum gəlmir, amma verdiyi hədiyyə bir sənətkar işi deyə mən bunu özüm istifadə edirəm. Bəs onu göndərən Yekaterina, yalnız nifrətim var, inanın ona. Onu da boğacaq gedən üsyanlar, azadlıq uğrunda tökülən qanlar. Şeyx, bəs Ruslar, bəs o məlunlar, Vaqif din ayrı, dil ayrı olsa da onlar, yenə beşiyidir mədəniyyətin. Bir qədrini çox bilir şeirin, sənətin. Görəsən, Rusiya nə vaxtda mədəniyyətin beşiyi olub. Rusiyada mədəniyyət 19-cu əsrdə formalaşmağa başlayıbdır. O da Napoleonun Rusiyanı işğal eləmək cəhdindən sonra ki, Ruslar mədəniyyət görüblər. Birinci Pyotr, yəni birinci Pyotrun bu dövrüdür da, 18-in sonu, 19-un əvvəllərində birinci Pyotr gedib Avropa mədəniyyətini öyrənib gətirib, Rusları bir tərəfə çıxarmağa başlayıb. Tolstoy da, Dostoyevskisi də ondan sonra yetişmiş adamlardır. Görəsən, Rusiyada mədəniyyət mi olur? Rusiya hansı mədəniyyətin beşiyi olur? Mədəniyyətin beşiyi olan Nizamisi, Füzulisi olan bir dövrün ki, onda Rus nə cür yaşayırdı, özləri bilirlər, heç yəqin ki, özləri də bilmirlər. Və deyir, qədrini çox bilir şeirin, sənətin. Qədrini çox bilmişlər ki, Puşkini öldürmüşdülər, ən böyük şairlərini öldürürlər. Yəni, bu da Rusiyaya yaltaqlanmağın bir forması. Şeyx, aman, ayaqladı müqəddəs dini, bu tanrı düşməni, vətən xaini. Heç burada da Rusdan danışdıqları yerdə dini niyə ayaqladılar ki? Səslər bir buna bax, məlun, aldanmış, qansız, şeyx, satılmış, səs, bimürvə, şeyx, Yezid, imansız, Vaqif şiddətlə. Durun, mən deyiləm vətən xaini, saydım nəbilərin sonsuz sayını, 1000 ildir baş əydik yalnız Qurana, baxdı gözlərimiz kör kim ona. Bizə yasaq oldu başqa kitablar, kitabsız bir ömrün nə mənası var? Didildi daima ixtiyarımız, barı bir gün görsün övladlarımız. Məsələn, bu cümlənin axırında da gətirib burada barı bir gün görsün. İndi hansı günü görəcək, bilmirəm, hansı reformlar oldu ki, çaparaqda deyəsi olur ki, xalqımız bir gün görmüş olsun. İbrahim xan, bəs mənim şöhrətim, bəs tanrı, bəs din, Vaqif, mən bir aşiqiyəm saf ürəklərin. Aha, çox qəribə. Bu cümlədən sonra, bəs mənim şöhrətim, bəs tanrı, bəs din. Vaqifin bu verdiyi cavab var, mən bir aşiqiyəm saf ürəklərin. Heç dəxli var, hər öz havasında çalır deyəsən. Hər öz musiqisini oynayır. İbrahim xan, demək satılırsan sən şeytanlara. Vaqif, tarix cavab verər bu böhtanlara. Şeytanlara satılıb-satılmamanı tarix cavab verəcək. Bir vaxt təriflədin mənə Eldarı, dağ-dərə tutmuyur o qaçaqları. İndi də Rusların tərəfdarısan, sən elin dostusan, elin yarısan. Güya İbrahim xan Rus tərəfdarı olmaqdan, elin dostun yarı olmağı eyni cür tutub, ikisini də Vaqifə şamil elədi, ləkə kimi vurdu. Vaqif, dünya yaranmamış ötənci bir səs, günəş qaranlıqda yaşaya bilməz. Məsələn, mən bu cavabında, buna verilən bu cavabın nə olduğunu anlayamıram. İndi də Rusların tərəfdarısan, sən elin dostusan, elin yarısan. Vaqifin verdiyi cavabda hansı məntiq var? Bu hansı məntiqi mükalimədir? Bu nə cür bir diyalogdur, mükalimədir? Ümumiyyətlə, bu əsərdəki diyaloglar, mükalimələr, bir-birinə atılan replikalar bir-birini tutmur.
Yəni məntiqə əsaslanmır. Dünya yaranmamış ötənci bir səs günəş qaranlıqda yaşaya bilməz. Deyir və güya çıxır gedir. Bundan sonra əsərin ən eybəcər hissələrindən biri başlayır. Şeyx İbrahim xana təklif edir ki, bəs Vaqifdən bir qisas almaq olar. O qisas da belə ola bilər ki, sən Xuramanı özünə arvad elə və bu işə də deyir, mən baxaram. Sonra burada İbrahim xanla İlyasın arasında bir söhbət keçir. Məlum olur ki, İlyas xana yaxın bir adamdır. O işdən məsuliyyətlidir ki, Eldarı məsələsinə baxsın. Bu da görür ki, Eldarı baxmaq, hücum eləmək üçün öldürmək olmaz. Güya İbrahim xan deyir ki, onu qoruyan kəndləri yandıraq. İlyas deyir ki, yox, elə olmaz. Mən özüm onun çarəsinə baxacağam. Onun yaxın adamına çevriləcəyim və özüm onu öldürəcəyim. Bundan sonra da növbəti hadisə baş verir ki, şeyx bir qarı ilə gəlib, dördüncü şəkildə bu, Gülnargilin evinə gəlirlər. Düzdür, əvvəlcə burada biz görürük ki, Gülnar Əminə, anası Əminə bunlara gəlibdir. Gülnar öz xoşbəxtliyini dilinə gətirir. Çox xoşbəxtdir. Bu məqamda deyək ki, Əli də ovdan gəlir. Qırqovullar gətirmiş olur, deyir, anaya pulov. Şirginlə hətta təklif edir ki, ayında da sən köş gəl, bizdə qal yenə. Əminə deyir, yox, öz evim mənə əzizdir, orada qalacam. Şimdi Vaqif də gəlir, çıxır, vida də məlum olur ki, gəlini qaynatan, gəlin qaynatan çox mehribandırlar, hər şey yerindədir. Gəzməyə çıxırlar Vaqif vida deyib, Əminə. Ondan sonra bunların evinə şeyxdən qarı gəlir və bu şeyxdən qarı Xuramanı tovladılar, deyirlər ki, güya burada da tovladarkən çox belə qəribə ifadələr işlədirlər. Adamın yenə dediyim kimi ürək bulanır. O hissədən də bu dəqiqə tapım oxuyum. Deyir ki, güya şeyx Xuramanı bu cür tovladır. Aha, yox qorxu beləmə qızım Xuraman. Səndən razı qalar Xaliqi Sübhan. Doğrudur, cavansan, düşünsən biraz. Deməli, 80 yaşlı Vaqif, Xuraman da cavan. Düşünsən biraz, xanın təklifinə zidd getmək olmaz. Onun yaratdığı Allah yoldur. Bütün bu bəndələr xanın quludur. Məsələn, bu ifadəni hansı məntiqdən deyir? Yəni, bir qadını tovladarkən, ümumiyyətlə, bu nə qədər iyrənc bir şeydir. Başqasının qadınıdır, bu qadın vəzirin yoldaşıdır. Sən xan tərəfdən gəlirsən, gələn xanlığın şeyxidir. Gəlib onun dediyi sözlərə bax. Onun yaşatdığı Allah yoldur, bütün bəndələr xanın quludur. Və bu yerdə Gülnar da bunları pusur. Bir də yadına sal, gözəl cənnəti, bil ki, cəhənnəmin hər əziyyəti səndən uzaq olar, güyərçin balan, mələklər, hurilər, pərilər səni alıb qanadına gəzdirər səni. Yoxsa Əzraillər durar gözünə, çıxmaq olarmı xanın sözünə? Görəsən, bu hansı dini fətvadır? Bunu nə cür bir insanın dilindən verirsiniz? Bu şeyx al təmiz giclimi, başı xarabdırmı? O nə cür əsaslandırır bunu ki, sən ərinə xəyanət elə, xan arvad olanda cənnətə alasan, cəhənnəmdən uzaq düşərsən. Bu nə cür məntiqdir? Bir obrazı danışdıranda bu cür. Nə cür danışdırırsan? Bunu nə qədər realdır, nə real deyil, nə məntiqli deyil, nə fikirdə bir məntiq yoxdur. Tərs məntiq mi deyim, ümumiyyətlə məntiqsizlik deyim. Bu cür ifadə və necə olur mən bilmirəm ki, bu əsər ədəbiyyatımızda bir vaxt sevilib, dəyərləndirilib, qiymətə mindirilib. Güya deyəndə, yəni əsərdə belə olur, Xuraman bunlara hə deyir, Xuraman bunlara hə deyəndə biraz çətinliklə deyir həni. Bunlar da gəlir qaynasına tənqid edir ki, sən nə edirsən, bu bizim nəslimizə yaraşar. Elə bu vaxtda Vaqifdən Əli bəy gəlir, Xuraman hər şeyi açır deyir. Əli bəy istəyir ki, analığını öldürsün, Xuraman Əli bəyin analığıdır. Vaqif razı olmur, Vaqif çox böyük dərin düşüncələrə dalır. Bu vaxt Xuraman gəlir, istəyir ki, bölüşsün bu fikri, elədiyi səhv, biz orasını çox da yaxşı anlayamırıq, çünki onu danışmağa qoymur. İstəyirsiniz burasını, bu hissəni oxuyum. Vaqif düşüncələr içində, aha, halal olsun bu Xuramana. Yenə gözlərimdə hava qaralır, yenə bağ başını duman qaralır. Elə bil mənliyim çəkilir dara, qəlbim sıxışmır dar saraylara.
Burada gözlərimə min qan görünür, mənə bu divarlar zindan görünür. Könül viran qalan bu bir xanimandır, deyib danışmayır xeyli zamandır. Mənə nə göylərdən bir təsəlli var, nə yerlər ruhumuz zövq ilə oxşar. Buramın pərişan daxil olur. Vaqif, ey sərvərim, ey tacdarım. Vaqif, itil gözlərimdən bivəfa yarım. Get, atıl murdarın qan qucağına, zülüm yuvasına, o qucağına. Xuraman başını aşağı salıb gedir. Biraz da sükut Vaqif. Canan üz döndərdi, dövran bivəfa, pozuldu gördüyüm hər sövqü səfa, saraldı ömrümün çiçəkli yazı, qırıldı qəlbimin sədəfli sazı. Əli də gəlir burada, öldürmək istəyir. Deyir ki, Əli bəy, bunda qalmamışdır nə namus, nə ar, vəfasız olurmuş öcəyanalar. Vaqif burada bir dənə yadıma düşdü. Qoşması deyir və bununla da ikinci pərdə dördüncü şəkildə bitir. Bu qoşmanı da oxuyum. Düşüb düşməyəli bu saraylara, hələ rast gəlmədim vəfalı yara. Çəkin boğazımdan məni min dara, çobanlar yaylağı yadıma düşdü. Məsələn, bunu da mən bilmirəm. Bu şeirin bu üçüncü misrasından sonra. Bu dördüncü misra nə tərif? Bura yapışır. Bax, düşüb düşməyəli bu saraylara, hələ rast gəlmədim vəfalı yara. Çəkin boğazımdan mənim indara, indi çobanlar yaylağı yadıma düşür. Heç dəxli var. O təmiz duyğular, o saf ürəklər, bənövşə qoxulu sərin küləklər, başına döndüyüm güllər, çiçəklər, tərlanlar oylağı yadıma düşdü. Hə, burası olur. Mən ki, çox keçmişəm Sonalı göldən, bir ətir çəkmişəm hər təzə güldən, Vaqif, ayrı düşdün obadan eldən, ömrümün növrağı yadıma düşdü. Hə, bu misrada yenə dediyim kimi yerinə düşmür və buradan deyir, əyləşir, qələm kağız götürür, şeir yazmağa başlayır. Bu şeirin özünün bura gəlişi də birazca qəribədir. Yəni o məqamda bu şeir niyə burada söyləndir Vaqifin dilindən. İkinci pərdənin də məzmunu ilə tanış olduq. Üçüncü pərdə ilə növbəti dərsimizdə inşallah tanış olacaq. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundursa, mənim üçün nə mutlu.